siz bir nəticəyə gələ biləcəksiniz. Əlbəttə ki, siz nəsə ilk dəfə başlayanda çətin gəlir. Fərq yoxdur. Rus dili olsun, başqa bir peşə olsun. Fərq yoxdur. Bəli, mən dərsləri WhatsApp-la, video zənglə keçirirəm. Bəli, yeni qoşanlar, salamlar. Mənim adım Yelenadır, mən Rus dili müəlliməsiyəm. Onlayn dərslər keçirirəm, fərdi, qrupda fərq yoxdur. Dərs 1 saat keçirilir. Özüm dərslərimi keçirirəm. Xoş sözlərə görə təşəkkürlər. Спасибо вам за приятные слова. Спасибо. Спасибо, что вы подписываетесь. Спасибо за лайки. Да, грамматику обязательно мы должны изучать. Для разговорного языка обязательно. Так быстро можно выучить язык. Спасибо. Bəli, onlayn qoşulmaq olar. Mən onlayn dərslər keçirirəm. Dərslər canlı hal-hazırda keçmirəm. Xeyr. Direktə baxacam. Canlıdan sonra baxacam. Yeni qoşulanlar, salamlar. Mən direktə baxacam. Narahat olmayın. Canlı bitirəcəm və cavab yazacağım sizə. Çox sağ olun. Sınaq dərslər keçmirəm. Mən sınaq dərslər keçmirəm. Xeyr, sizə gec deyil. 44 yaş heç də deyil. Narahat olmayın. Mənim tələbəm 65 yaşlı xanım olmuşdu, gəlmişdi. O vaxtı mən kursda dərs deyirdim. Xanım gəldi, o qrupda olmuşdu. Dərslərim qrupdaydı. 65 yaşı var idi. Öyrənirdi. Hər kəsi öz məqsəd üçün öyrənir. Ona rus dili lazım idi. Gəlini rus idi. Ona görə mümkün idi öyrənməyə. Gəlirdi, öyrənirdi və sonra gəlinlə danışırdım. Tak что, öyrənmək istəsəniz qoşula bilərsiniz, öyrənə bilərsiniz, problem deyil. Yaşa baxmıram mən. Ən balaca tələbəm 3 yaşlı idi, ən böyük 65 yaşlı. Çox sağ ol ki, siz takip olursunuz. Çox sağ olun. Minnətdarım sizə like'lara görə. Çox sağ olun. Yeni qoşanlar, salamlar sizə. Mənim səhifəmdən yeni videolar var. Siz onlara da baxa bilərsiniz. Mən video çəkmişəm sizin üçün ki, siz yeni ifadələri öyrənə bilərsiniz.